Məxmər nənə və Şirin babanın sehirli bağı. Bir zamanlar şəhərin səs-küyündən uzaqda çiçəklərlə və meyvə ağacları ilə dolu bir balaca, mehriban ev vardı. Bu evdə Məxmər nənə və Şirin baba yaşayırdı. Məxmər nənənin ən böyük sevinci nəvələri idi. O nəvələri gələndə evin içi gülüşlə dolsun deyə onların ən sevdiyi yeməkləri bişirər, süfrəni sevgisi ilə bəzəyərdi. Şirin baba isə bağını və bostanını çox sevirdi. Torpağa toxum əkəndə elə bilirdi ki, hər toxumla birlikdə bir arzu da torpağa əmanət edir. Amma babanın ən sevdiyi şey bağda işləməkdən çox nəvələri ilə birlikdə vaxt keçirmək idi. Bir gün bütün nəvələr nənə və babalarının evinə yığışdılar. Sakit təbiətli Nərmin nənəsinin yanında oturub onun danışdıqlarına diqqətlə dinləyirdi. O nənəsinin əllərinə baxıb gülümsədi. Riyad babasının yanına gedib, "Baba, bugün bağda sənə kömək edəcəyəm" dedi. Zəhra isə bağın kənarında dayanıb toxumlara baxır, gələcəkdə quracağı böyük və gözəl şeyləri xəyal edirdi. Ayan hər zamanki kimi hamının üzünü güldürürdü. Mənə elə gəlir, bugün ən böyük pomidoru mən tapacağam. Amma əvvəl biraz yemək də lazımdır, deyib hamını güldürdü. Nərgiz sakitcə onları dinləyir, arada telefondan maraqlı şəkillər çəkirdi. Lalə isə həyətə çıxan kimi rəqs etməyə başladı. Onun şən hərəkətlərinə hamı gülə-gülə baxırdı. Məxmər nənə süfrəyə yeməkləri düzüb, "Mənim balalarım, əvvəlcə biraz yeyin, sonra babanıza kömək edərsiniz" dedi. Hamı süfrəyə oturdu. Yeməkdən sonra Şirin baba nəvələrini bağa apardı. Birlikdə torpağı bellədilər, balaca toxumlar əkdilər, gülləri suladılar. Birdən Zəhra torpağın altında parıldayan balaca bir şey gördü. "Baba, burada nəsə var." Şirin baba torpağı ehtiyatla qazdı və köhnə balaca bir taxta qutu çıxardı. Qutunun üzərində qəribə sözlər yazılmışdı. Bu qutu yalnız ailənin sevgisi ilə açılar. Hamı təəccüblə bir-birinə baxdı. Riyad qutunu açmağa çalışdı, amma qapaq tərpənmədi. Nərmin düşündü, bəlkə hamımız birlikdə açmalıyıq. Hamı qutunun ətrafına toplandı. Məxmər nənə bir əlini qutunun üstünə qoydu. Şirin baba da əlini onun üstündən qoydu. Sonra bütün nəvələr əllərini bir-birinin üstünə qoydular. Birdən qutunun içindən isti qızılı bir işıq yayıldı. Qutunun içində isə bir ovuc sehirli toxum vardı. Şirin baba təəccüblə dedi, "Bunlar adi toxum deyil. Bunlar ailənin sevgisi ilə böyüyən toxumlardır." Onlar toxumları bağın ən gözəl yerinə əkdilər. Lalə rəqs edərək toxumların ətrafında fırlandı. Ayan gülə-gülə su gətirdi. Nərgiz hər şeyi maraqla izləyirdi. Riyad babasına kömək etdi. Zəhra toxumların necə əkildiyini diqqətlə öyrəndi. Nərmin isə nənənin yanında dayanıb bu gözəl anı seyr etdi. Məxmər nənə nəvələrinə baxıb dedi, "Unutmayın balalarım, bir evin ən böyük sərvəti nə qızıl, nə də var dövlətdir. Ən böyük sərvət bir-birini sevən ailədir." Elə həmin an torpaq işıqlandı. Toxumların yerində bir-birindən gözəl çiçəklər, meyvələr və tərəvəzlər boylandı. Bütün bağ sanki nağıl dünyasına çevrildi. Şirin baba gülümsəyərək dedi, "Görürsünüz, torpağa toxum əkdik. Amma əslində bugün bağımıza sevgi əkdik." Hamı bir-birinə sarıldı. O gündən sonra nə vaxt ailə birlikdə həmin bağa yığışsa, orada mütləq yeni bir çiçək açardı. Çünki o bağın sirri çox sadə idi. Sevgi ilə əkilən heç bir gözəllik heç vaxt solmaz. Və Məxmər nənə ilə Şirin babanın evi həmişə nəvələrinin gülüşü, sevgisi və xoşbəxtliyi ilə dolu qalardı. Nağıl da burada bitdi. Sevgi isə onların qəlbində əbədi qaldı.